Hər vaxtınız xeyir. Bugün olduqca maraqlı bir mövzudan danışacağım və bəlkə də düşünəcəksiniz ki, bu günə qədər danışdıqlarımızdan fərqli bir mövzuya niyə toxunmuşam? Mən sizə deyim niyə toxunmuşam. Çünki bugün mən ölkəsini, dövlətini, millətini sevən bir vətəndaş kimi bugün cəmiyyətimizdə baş verən müəyyən hallar var ki, məni narahat eləyir və bir ictimai insan olaraq, bir tanınan insan olaraq istəyirəm ki, azacıq da olsa əməyim olsun ki, bu cəmiyyətin heç olmasa 0,01%-də bir balaca da olsa dəyişiklik olsun. Və bəli, bizim cəmiyyətimizdə kifayət qədər kütbeyin bir toplum var. Kifayət qədər anlaqsız bir toplum var. Kim nə dediyinə yaşayan, necə dediyinə yaşayan, amma eyni zamanda da kifayət qədər dünya görüşü, dərrakəsi olan dəyərli bir toplum var. Və bugün mən nədən danışmaq istəyirəm ki, hamıya maraqlı olsun. Mən bugün danışmaq istəyirəm ki, nəyə görə bizim cəmiyyətimiz bu qədər aqressivdir? Nəyə görə? Bilmirsiniz. Nəyə görə insanlar bir-biri ilə yola gedə bilmir? Birinin dediyini o biri eşidə bilmir. Çünki bu insanların arzuları yoxdur. Bu insanların xəyalları yoxdur. Arzulamaq üçün, xəyal qurmaq üçünsə pullara ehtiyac yoxdur. Amma bir insana deyəndə ki, bir arzum var, deyir ki, əşim, pulum var, arzu eləyim. Arzu pulla deyil ki. Arzunu öncə qurursan. Daha sonra o arzunu özünə hədəf qoyursan və o arzuya doğru gedirsən. Psixologiyanı bitirmiş bir adam olaraq mən bir gün bir qohumlarım arasında arzuların gerçəkləşməsi adında bir marafon eləmək istədim. Və yəni bu marafon bəzi insanlarla biz işləyirdik və bir dəfə dedim qohumlarla təmənnasız eləyim, mənə maraqlı idi. Və biri mənə yazdı ki, bir xanım arzusunu yazdı. Arzuda yazıb ki, dünyada sülh olsun, nə bilim əmina, özü yoxdur orada. Yəni bugün insanların arzularında özləri yoxdur. Mənim əzizlərim, arzu bilirsiniz nədir? Xəyal bilirsiniz nədir? Əgər sən nəsə əldə eləmək istəyirsənsə bu həyatda, mütləq və mütləq sənin arzuların olmalıdır, xəyalların olmalıdır. Sənin pulunun olub-olmamağından asılı olmayaraq, sənin tutduğun status, işlədiyin yerdən asılı olmayaraq, sənin axı bir arzun, bir xəyalın olmalıdır və ona doğru getməlisən. Əgər bu sənin həyatında yoxdursa, sən heç də əldə edə bilməyəcəksən. Və əlbəttə ki, bu arzularda birinci sən olmalısan. Hamı istəyir dünyada sülh olsun. Amma bu fərd halda mənim, sənin, onun həll eləyəcəyi bir iş deyil. Ona görə də onu öz arzunda yazmağın qeyri-realdır. Sən öz arzularında mütləq öz arzularını yazmalısan. Sənə aid olan arzularını. Yəni deməyim odur ki, hətta arzularında belə yalan yazırsansa, inanın o arzu yalan arzu gerçəkləşir. Çünki mənim olub təcrübəmdə çalışdığım bir adam, yəni bir adam var idi və o arzularında yazmışdı, ailə qurum, ərə gedim. Axı bizim cəmiyyətimizin belə bir tendensiyası var, mütləq ərdir. Əlbəttə bir qadın ailə qurmalıdır, ərə getməlidir, amma ondan başqa da arzular olmalıdır. Öz ayaqlarım üstündə durum, universiteti bitirim, müəyyən bir işim olsun və s. və ilaxır və əlbəttə ki, bu arzuların içində ər də ola bilər. Yəni arzular individualdır. Və mənim əzizlərim, bu arzulara çatmaq üçün, müəyyən bir nələrsə əldə eləmək üçün insan öz həyatında bir hədəfə doğru getməlidir. Nəyə görə uşaqların arzuları daha tez alınır? Gəlin bir baxaq. Nəyə görə? Məsələn, mən belə bir şey deyim, mənim qızım ən bahalı bir telefon istəyirdi, bir neçə il bundan əvvəl. Mənim ona pulum yox idi. Uşaq idi onda. Və o gedirdi, gəlirdi, öz telefonunun, mənim işlənmiş köhnə telefonumu istifadə eləyirdi. Yəni mənim qızım 7-ci sinifdən telefon götürüb, 7-ci sinifə qədər onun telefonu olmayıb. Və artıq oxuyurdu 8-ci sinifdə köhnə telefonun üstünə istədiyi son model telefonun şəklini yapışdırırdı, göstərirdi falan, uşaq idi da. Və ancaq gedib gəlib deyirdi ki, bu telefondan məndə olacaq. Bu deyirdim, ana qurban, mən hələ onu sənə ala bilmərəm. Və elə bir dövrə də gəldik, düşdük, pandemiya, hər şey dayanıb və çox qəribə bir şey oldu. Gözəl günlərin birində, yəni atası ilə biz ayrıyıq, başqa ölkədə yaşayır. Ad günündə heç gözləmədiyimiz bir anda atası məhz onun istədiyi, onun seçdiyi həmən o telefon modelini ona bağışlayır. Yəni onun bundan xəbəri yox idi. Məhz o telefon.
Və çox qəribə bir şok yaşadıq ki, nə qəribə. Demək ki, arzular gerçəkləşə bilir. Demək ki, ağzımızdan çıxan hər kəlmə, bizim ağzımızdan çıxan hər kəlmə həyata keçir. Allah, siz buna əgər Allah deyirsiniz, Bog deyirsiniz, yəni müxtəlif dillərdə müxtəlif cür adlandırırıq ona. Biz deyirik Allahımız. Allah sənin ağzından çıxan hər kəlməni eşidir. Və əgər sənin ağzından çıxan hər kəlməni eşidirsə, nəyə görə biz bu qədər negativ olmalıyıq? Uşaqların isə onların beynində bizim böyüklər kimi alay-dolay fikirlər yoxdur. Onlar safdılar və konkret arzuları olur, ona köklənirlər. Onu o qədər sidq ürəkdən istəyirlər ki, inanın həqiqətən Allah onu verir. Yəni bir də görürsən gözləmədiyin yerdə, gözləmədiyin anında övladın üçün Allah istədiyini yetirir. Biz də deyirik Allah uşağın ruzisini verir. Bəli. Mənim əzizlərim, Allah ondan istədiyimiz hər şeyi bizə nəsib eləyir. Yetər ki, istə və o istədiyinə sidq ürəklə inan. Sidq ürəklə. Və mənim əzizlərim, mən belə bir şey deyim sizə ki, inandırım sizi, bu dünyada insanların istədiyi hətta böyük şeylər var ki, əgər onu sidq ürəkdən istəsən, inansan, inanın ki, sizə nəsib olur. Çünki bu cahan, bu dünya, bu yaradan Allah onu nəsib eləyir. Və insanlar negativdir çünki onlar bu arzuları qurmurlar. Onların qeybətdən, dedikodudan, onun bunun işdə burnunu soxmaqdan, ona buna torba tikməkdən, başı açılmır axı bir arzu qursun, xəyal qursun, ona doğru getsin. O özü üçün arzu qurub strategiya qurmaqdan ki, məsələn, mən filan yerdə işləmək istəyirəm. Çox gözəl. O yerdə işləmək üçün sənə nə lazımdır? İngilis dili. Pulum var, İngilis dili kursuna gedin. Müasir dövrümüzdə alınmayacaq şeylər yoxdur. Elə platformalar var ki, İngilis dili YouTube'da hər yerdə pulsuzdur. Mənim tanıdığım xanım var idi ki, o İngilis dilini evdə öyrəndi. Yəni adam 2 il içində İngilis dilində təmiz danışırdı. Evdə qadın idi. Uşaq məktəbə gedirdi, uşağa öyrədə, girdi internetdən, YouTube'dan, oradan, buradan öyrəndi. Yəni, sənin o istədiyin işi əldə eləmək üçün nələr lazımdır? Dil lazımdır, dili öyrən. Məsələn, görkəmində müəyyən dəyişiklik lazımdır, bunu elə və s. və ilaxır ki, o hədəfə doğru gedəsən. Amma sən heç nə elə pulun var İngilis dilinə, əşi o iş hara, mən hara, dayım var ki, məni tapşırsın. Yəni deməyim odur ki, bir insanın bu həyatda nələrsə əldə eləməyi üçün mütləq məqsədi olmalıdır. Sənin məqsədin varsa, o məqsəd sənin hədəfindir və o hədəfə doğru getməlisən. Sən bir bahalı maşın istəyirsən, nə gözəl. İstəmək axı ziyan deyil, istəmək pulla deyil ki, istə. Ürəkdən istə. Arada bir o maşının getgidən bir salonda gəz bax. Arada bir bax ki, bunun sənə uyğundumu, bunu sən nə zaman əldə eləyə bilərsən, özün üçün bir hədəf qoy. Bir 2 il, 3 il hədəf qoy ki, məsələn, filan ildə 2 il sonra bu maşını mən alacam. Məsələn, mən deyirəm. Amma biz bunu əşmə, pulum var, onu alım. Amma belə deyim sizə, öz təcrübəmdən də, yaxınlarımın, ətrafımın təcrübəsindən də sizə deyim ki, inan ki, bu həyatda alınmayan heç nə yoxdur. Bugünkü gündə sosial şəbəkələrin gəlir gətirdiyi bir yerdə biz ancaq oturub kimisə kəsəbə çıxdı TikToka pul qazanır. Amma adamın hədəfi var. Adam onu iş kimi özünə qoyub. Mən hərdən özümü qınayıram, həmkarlarımı qınayıram da biz aktyorlar inanın ki biz bir balaca ona qeyri-ciddi yanaşırıq o TikTok platformasına. Ki bizim sənətimiz var, illərimizi vermişik, institutun qutarmışıq falan, gəlib TikTokda pul qazanıq. Amma cəmaət bugün onu özünə hədəf qoyub və oradan qəşəng pullar qazanır. Yəni müasir dövrümüzdə bir insanın özünə bir məqsəd seçməyi və ona doğru getməyi o qədər asandır ki. Yəni biz o post-sovet ölkəsinin, SSR-nin bizim beynimizə yeritdiyi, kim nə deyər, necə deyər, bir-birimizdən danos yazmağımız, üzünə heç nə deməyib, gəlib evdə ondan danos yazıb bir-birimizi tutturmağımız, bir-birimizə qarşı iyrənc, bunlar qaldı keçmişdə. Yenilənmək lazımdır. Müasir dövrlə yenilənmək. Yəni, dünya siyasətçisi olub, dünyanın 3 güclü liderləri arasında olan Churchill hətta deyib ki, fikrini dəyişməyən insanlar, mövcud vəziyyətə uyğun fikrini dəyişməyən insanlar axmaqdır. Niyə? Yəni, mən 20 il qabaq düşündüyümü bugün düşünə bilmərəm. Çünki fərqli bir dövrdür. O vaxt dediyimi bugün dirəşə bilmərəm.
O qədər fərqli dövrlərdir ki, hər şey fərqlidir. Yəni bu gün texnologiyaların inkişaf elədiyi bir dövrdə yaşayırıq. Bu gün hansısa məqsədə gedib çatmağa nə var ki? O qədər asandır ki. Və ona görə mənim əzizlərim, bu gün kifayət qədər kitablar yazılır, arzulara çatmaq, necə milyoner olmaq, necə ayağa qalxmaq, amma hər bir insan öz həyatının yazarıdır. Hər bir insan öz həyatının, öz yaşam tərzinin yazarıdır. Yəni adam var idi ki, deyirdi, mənə bir iş tapmadınız işləyim. Axı heç kim sənə borclu deyil. O artıq problemdir, psixoloji geriləməsi var. Sən özün öz üzərində işləməlisən. Mən arada izləyirəm TikTok platformasında bir oğlan var, fiziki qüsuru var. Amma bunu dərd eləmir. Hər gün o girir, orada sırğalar düzəldir, qolbaqlar düzəldir özü və onun satışını təşkil edir, aparır, poçtla göndərir xarici ölkələrə, rayonlara. O qədər pozitiv insandır ki. Amma biz fiziki qüsuru olmaya Allah bizə hər şey verib, amma biz bunun dərdini eləyirik ki, kimsə qapımızı döyüb iş verməlidir. Kimsə bizə milyonları qapını döyüb deməlidir, ala bu milyonu sənə verirəm, ala bu maşını sənə verirəm. Bir balaca yanlış deyilmi? Əlbəttə yanlışdır. Amma bütün bunlardan öncə mən bir şey də sizə söyləməliyəm ki, insanın əhval-ruhiyyəsinə təsir edən amillər var. Biz çox vaxt deyirik ki, ay nə bilim əsəbləri yerində deyil, ay nə bilim problemləri var. Nəyə görə yerində deyil? Baxın, bir insan hər əsəbləşdiyi vaxt, böyük stres keçirdiyi vaxt onun orqanizmindən maqnezium gedir. Elə bilin ki, sizə bir iri balon maqnezium verilib, vitamin D verilib, nə bilim sizə B qrup vitamin verilib, sizə müxtəlif bax bu vitaminlər, minerallar, hormonlarınız var orqanizminizdə. Orqanizmimizin çox faizi sudur. Bu önəmlidir. Və əgər hər stres keçirəndə maqnezium, məsələn, o bir qabdan bir qaşıq itirir, sonunda bu qalmır. Və bu olmayanda həyəcanlı oluruq biz, hər şeydən əsəbləşirik, daha tez həyəcan keçiririk. Yəni deməyim odur ki, insanların əhval-ruhiyyəsinin yerində olmağı üçün, məqsədləri olmağı üçün, arzuları olmağı üçün onun orqanizmində hormonlar və vitaminlər balansı normada olmalıdır. Məsələn, vitamin D, gedin həkimlərinizdən soruşa bilərsiniz. Orqanizmdə vitamin D yoxdursa, hətta vitamin D-nin olmamağı insanı intihara qədər sürükləyə bilər. O depressiv vəziyyətdə olacaq, o negativ olacaq, həyatdan küskün olacaq, yaşama eşqi olmayacaq. Bir, vitamin D-nin olmamağı. Düşünə bilirsinizmi? Mən hələ onun fəsadlarını deməyəm, sümüklərdəki problemlər, mən onun hələ artıq çəki problemləri, bunları demirəm. Bəli, bunların hamısı bundan yaranır. Və bugün bir çox insanlarda Azərbaycanda vitamin D yoxdur. Niyə? Çünki vitamin D-nin olmama səbəblərindən biri də insan orqanizmində parazitlərin olmağıdır. Bugün çoxluqda parazit var. Çünki o arayış olur da işə götürüləndə, harasa bir arayışımız olmalıdır ki, biz keçirik həkimdən ki, orqanizmdə heç nə yoxdur. Həmin o arayışın içində parazit olmur. Olanda da qohumdan, tanışdan, oradan, buradan tapırıq, yazdırırıq, gəlirik. Bağçalar, bir çox xarici ölkələrə baxsaq, bağçadan tutmuş, məktəb, ali məktəb, iş yerləri, birinci tələb olunan sənəd parazitlərin olmamağıdır. Orqanizmdə varsa, deyəcəklər, öncə get onu müalicə elətdir, sonra gəl. Çünki o parazitlər orqanizmdə varsa, sənin vitamin D və digər vitaminlərin, hormon balansın yerində olmayacaq. Və bu parazitlər varsa orqanizmdə avtomatik insanı sürükləyən, yenə deyirəm, intihara, depressiyaya, əhval-ruhiyyəsinin dəyişməsinə, aqressiv olmasına, xarakterində dəyişkənliyin olmasına səbəblərdən biri də budur. Allergiyasının olma, nə bilim, o qədər fəsadları var ki, bunu artıq siz konkret həkimlərinizlə danışa bilərsiniz. Mənsə bunu bir psixoloq, bir nutrisiologiyanı bilən adam kimi sizə deyirəm. Bilən yox, psixologiyanı bitirmiş adam kimi deyirəm. Yəni, bugün bizim cəmiyyətimizdəki insanların məqsədsiz olmağının, onun bunun işinə burun soxmağı, depressiv, aqressiv, bu qədər intiharların artmağı, hər gün açırsan xəbərlərdə intiharlardır. Nəyə görə? İntihar, ölüm xəbərləri bir ölkədə niyə bu qədər reyting verməlidir? Nəyə görə açırsan öldü, ailəsi danışdı, bastırıldı, qəbrüstü, bunu ayrı-ayrı xəbər verir. Çünki o xəbərlər daha çox reyting verir, daha çox baxılır. Niyə? Axı, cəmiyyət olaraq niyə bu qədər negativi sevməliyik? Niyə xoşbəxt insanları biz niyə sevə bilmirik? Qəhqəhə çəkib insana niyə bizim cəmiyyət abırsız adı verir?
Gülərüz insana niyə müxtəlif ad qoyuruq? Niyə? Nəyə görə xoşbəxt olan insanları sevir? Əl-ələ tutub gedən iki sevən qəlb, ər, arvad, biz ona baxırıq ki, abırsıza bax, əl-ələ gedir. Yəni bu xoşbəxtliyin simvoludur da və bütün bunların səbəbində, kökündə duranları mən sizə dedim ki, sizin orqanizminizdə vitaminlər, hormonlar balansı yerində olarsa, mənim əzizlərim, o zaman sizin psixikanız da yerində olacaq. O zaman sizin orqanizminizdə mümkün qədər arzularınıza, istəklərinizə adekvat cavab verəcək. O zaman siz bu qədər depressiyada olmayacaqsınız, bu qədər aqressiv olmayacaqsınız mənim əzizlərim. Bu aqressiya hardan gəlir? Heç düşündünüzmü? Amma siz hər şeyi yoxlatdırırsınız, həkimə gedirsiniz, ağlınıza gələn gəlməyən, lazım olanları yoxlamırsınız. Bugün bu qədər danışmamın məqsədi odur ki, inanın, milyoner olmaq üçün müasir dövrümüzdə, o SSR dövründə idi, SSR-dən sonraki post-sovet ölkələrində ki, dayday olmalıdır, səni tapşırmalıdır, filan kəslərin hesabına getməlidir. Demirəm, yoxdur. Əlbəttə ki, hələ var. Amma bugün milyoner olmaq üçün kifayət qədər yollar var. Bunun üçün milyoner olmaq üçün, müəyyən arzulara çatmaq üçün, müəyyən uğur əldə eləmək üçün kifayət qədər bugün yollar var ki, və adekvat yollardır və doğru düzgün yollardır. Məsələn, sosial şəbəkələr üzərindən bunu eləyə bilərsiniz. Sizə heç nə mane olmur. Ona görə də mənim əzizlərim, əsas odur ki, sizin həyatınızda arzular olsun. Xəyallar qurun, arzular qurun, yazın. Onu mütləq yazın. Və yazdığınız arzuları konkret yazın. Dünya, əmim oğlu, ərim, birinci özünüz olmalısınız. Özünüz, mən sağlam olum. Mən sağlamam. Mənim arzularım budur, bu punktlar qoyun. Və o arzular üçün nələr eləmək istəyirsiniz, onları yazın. Əzizlərim, bu dünyada ən bədbəxt insanlar arzularının, xəyallarının olmadığı insanlardır. Xoşbəxt insanlar arzuları, xəyalları olan insanlardır. Arzunuz yoxdursa siz yoxsunuz. İnsan niyə yaşadığını, nəyə görə yaşadığını bilmirsə o bədbəxt insandır. Mən isə istəyərəm ki, bizim cəmiyyətimizdə insanlar xoşbəxt olsunlar. Mən isə arzularam ki, tək hamının həyatında hər şey gözəl olsun. Yəni, onu bunu günahlandırmağa nə var ki? Axı, cəmiyyət alışıb, filan kəs eləmədi. Əşi, yuxarıdan desinlər, aşağıdan desinlər, filan kəslər eləsin, sən də mənə bir iş düzüb qoşmadın, filan kəs, sən mənə bunu niyə eləmədin? Heç kimin, heç kimə borcu yoxdur. Heç kimin, heç kimə borcu yoxdur. Amma bir insanın özünün özünə borcu var. Çünki Allah sizi yaradıb, ağıl verib, hər şey verib, yaşamaq üçün həyat verib, həyatınızdan doğru düzgün istifadə edin. Bugün də mövzumuzu bu yönümdə qurdum. Bilmirəm, maraqlı olacaq ya yox. Əgər sizə maraqlı olacaqsa, mənə yazın. Bolu-boluna yazın ki, mən bu barədə sizə detallarla danışım. Bugün sizə ümumi danışdım. Yəni, ümumi bir anons verdim. Amma sizə maraqlı olarsa, mən növbəti verilişlərimizdə, növbəti söhbətlərimizdə hər dəfə konkret bir blokdan danışaram. İstərsiniz vitaminlərlə bağlı danışaram, istərsiniz psixologiya ilə bağlı danışaram, arzularımızı düzgün qurmaq haqqında danışaram, özümüzü sevmək haqqında danışaram. Bu çox böyük bəladır, çünki biz özümüzü sevmirik. Yenə deyirəm, ümumi danışıram. Amma bunların hər biri ayrı-ayrılıqda bir mövzudur. Niyə sevmirik? Çünki sevə bilmirik. Uşaqlıqdan bizi doğru düzgün tərbiyə eləmirlər. Bugün bizim finansımızın, pulumuzun çoxalmamağının səbəbi nədir? Çünki onu da bizə uşaqlıqdan öyrətmirlər. Doğru düzgün tərbiyə eləmirlər. Bugün bizim münasibətlərimizin, sevgi münasibətlərimizin, ər-arvad münasibətlərimizin doğru düzgün alınmamağı niyə olur? Səbəb nədir? O da bizi uşaqlıqdan doğru düzgün böyütməmələridir. Doğru düzgün tərbiyələndirməmələr. Bəli, mənim əzizlərim. Çünki əsrlərdən əsrə keçən zəncirvari, bir-birinə belə bağlı, zəncirvari bir liniya gəlir. Anadan, nənədən, babadan, anadan balaya, babadan balaya, oğula, oğlun oğluna, qızın qızına, ananın qızına belə bir zəncirvari bir liniya gəlir. Amma o liniya qırılmalıdır. Çünki artıq dövr o dövr deyil. Nənəm mənə belə deyib, mən bunu tətbiq eləyim deyə bilmərsən. Nə üçün? Çünki texnologiyalar əsridir. Çünki 21-ci əsrdir. Fərqli dünyada yaşayırıq. Və əgər sən o zəncirləri qıra bilmirsənsə, müasir dövrünə, texnologiyalar dövrü ilə 21-ci əsrdə ayaqlaşa bilmirsənsə, sən qalmısan keçmişdə, sənin övladınsa müasir olmaq istəyir,
Yenə deyirəm, müasir olmaq qısa geyinmək, şort geyinmək deyil, əzizlərim. Bu başqa şeylər, insanın şəxsi həyatı da özü bilər. Müasir olmaq, müasir dövrdə texnologiyalarla ayaqlaşmaq deməkdir. Dünya ilə ayaqlaşmaq deməkdir. Dünən biz SSR dövründə yaşayırdıq. Bizim dünyaya çıxışımız yox idi. 15 postsovet ölkələrindən başqa, SSR dövlətlərindən başqa. Amma bugün bizim dünyaya çıxışımız var. İstəyirsən Amerikaya get, Fransaya get, Mozambika get, Namibiya get. Dünyaya çıxışımız varsa, biz o dünya ilə ayaqlaşmalıyıq. Belə olan halda sənin keçmişdə qalan anan səni əzir, boğur. O istəyir ki, sən onun kimi olasan, onun dediyi kimi olasan. Bu isə real deyil axı, dövr başqa dövrdür. Əlbəttə valideynlərimiz baş tacımızdır. Amma o valideynin doğru, düzgün tərbiyə verməyəndə, uşağı boğanda, əzəndə biz bu həyatda doğru, düzgün yerimizi tapa bilmirik. Görürsünüzmü, bugün sizə mən ümumi hər şey haqqında qısa məlumat verdim. Əgər sizə maraqlı olarsa, rica edirəm, mənim səhifəmə abunə olun, bəyənin, paylaşın. Mən sizə hansı bu danışdıqlarımın içində, hansı punkt, hansı mövzu maraqlı olarsa o barədə danışaram. Bugünə bu qədər. Əminəm ki, bəyəndiniz. Bəyəndinizmi?